إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له أشهد أن محمدا عبده ورسوله. Amma ba'd, davam edirik Umdətül Əhkam kitabının şərhi Şeyx Abdurrahman Sa'din şərhidir və bugünkü hədisimiz fəsr istitaba fəsridir, yəni təmizlənmək fəsridir. Və hədis də Ənəs ibn Malikin hədisidir. Ənəs ibn Malik buyurub ki, Ənə Rasulullah s.ə.v kənə idə dəxələ xələ qalə Allahumma inni əzubikə minəl xubsi vəl xəbəis. Peyğəmbər s.ə.v ayaq yoluna girmək istədikdə, yəni deyərdi ki, Allahumma inni əuzubikə minəl xubuti vəl xəbəis. Allahumma sənə sığınıram xubuti vəl xəbəisdən. Xubus vəl xəbəisin şərhini indi hədisin şərhində izah edəcək, iki məna verir. Deməli, təmizlik, yəni pak olmaq və nəcisi aradan götürmək qəsd olunur burada. Və burada bu fəsildə zikr olunur suyla yuyunmaq və nəcisi aradan götürmək, yəni və həmçinin daşla təmizlənmək və həmçinin ayaq yoluna girməyin ədəbləri və çıxmağın və həmçinin orada oturmağın ədəbləri. Və ədəblərindəndir ki, girəndə sol ayaqla girmək və sağ ayaqla çıxmaq və həmçinin də sol ayağını qatdalayıb və sağ ayağını söykənmək oturanda ayaq yolunda. Həmçinin də ədəblərindəndir ki, girəndə demək Allahumma inni əuzubikə minəl xubusi vəl xəbəis. Deməli, orada xubusi gəlib və xubusi sükunla və gəlib sükunsuz, damma ilə. Bənin üzərində sükunla da gəlib, bənin üzərində damma ilə də gəlib. Bəzi nüsxalarda xubusi və bəzi nüsxalarda xubus. Əgər xubusi olsa, vəl xəbəis xəbisə, o da yəni şeytan cinlər və erkek şeytan cinlərinə və bir də o dişi şeytanlardan da, yəni cinlərin də bir erkek və dişisindən sığınmaq. Başqa bir ləfzdə isə, yəni başqa bir nüsxalarda isə gəlib ki, sükunla, xubuz, yəni xubuz və xəbəis. Yəni o daha geniş məna daşıyır şərrindən, əhli şərrindən, çoxu, azın və çoxundan. Yəni o və bu daha şeyx deyir ki, bu daha böyük məna daşıyır. Ora daxil olur həmçinin şeytanlar da və əhl-i şər hamısı daxildir ora. Ona görə də o demək ki, xubuz və xəbəis daha uyğundur. Amma desə də xubuz və xəbəis, yəni damma ilə o da olar, caizdir. Və ədəblərindən də həmçinin demək ki,ğufranəkə, sağ ayaqla çıxıbğufranəkə demək. Və burada Allahdan bağışlanma istəyirsən ki, və həmçinin də birinci Allaha sığınırsan, sonra isə Allahdan bağışlanma diləyirsən. Sonra isə gəlir ikinci hədis, fəsildə olan ikinci hədis, onu inşallah gələn dərsdə izah eləyərik inşallah.